kasma reposta. Böyle şey olur, azaltma yok değil mi? Biraz seçenek koy, biraz danışaq. Qoymur. Ayak için danışma. Boykot, Ayxanın kanalını boykot edelim. Məncə yaxşıdır məncə, baxsana. Yəni, yox. Səninki qabağıma çıxar, çıxırda qabağıma. Səninkilər yenə kinoda, editdə falan maraqlıdır. Nə edir? Baxırsan ki, Məhəmməd biraz... sən bir dənə repost var da, hamımız eləmişdik onu. Sosial mediada Yox, qız dəniz qırağına yeri belə, xiyarla şey, hə. Onu mən birinci elədim. Hə, yaxşı. Oldu sənin postun, yaxşı. Onu orada səndən Məsələn, mənim postlarım maraqlı. Səndən əvvəl repost edən qızlar var idi. Nə bilək, sən gör verməmsən. Məhəmmədə geçirəm, mən Məhəmməd maraqlı gəldi, nə xoşuma gəldi. Görüm Məhəmmədin dünya görüşlərinə baxır, ancaq Messi. Bu dikə bir fanatik futbol qaqasıdır. Buna nə yazırsan? Tupon bilir. Su getdi. Elə olmaz. Repostlarda elə çıxarılış olur. Çıxarılış repostlardan bilsən nə olur? Bu insanın maraq dairəsi nədir? Ay sağ ol, sən maraq dairəsində ancaq Ay sağ ol, bir insanın maraq dairəsi futbolçu necə deyə O bilmərsən? qız səndən nə danışır ha? Ay sağ ol. Barcelona'dan Ancaq məncə. futbol editdə deyil, futbol deyil ki. Aşağılara sürüşdür milyonlara repostlar orada. Sən futbola baxmağın maraq dairəsi, sənin fərqli olduğu heç Fərqli olmaq üçün eləmirəm. Vecimə deyil sadəcə qız mənim repostlarımda nəsə deyil. 1000 oğlan var. Yəni ev işə götürən deyirlər. Hamının diplom var. Sənə fərqləndirən nədir? Sən nə düşünürsən? 1000 oğlan var. Sən fərqləndirən nədir? Məsələn, mən repostlardan nə fikir verirəm? Ümumiyyətlə, o mütləq məna olmamalıdır, mənə aid olsun. Ya mahnı xoşuma gəlir, ya da video zat xoşuma gəlirsə, elə repostlayıram. Çoxu, yəni əslində çoxunda belə bir məna yoxdur. Sadəcə xoşuma gəldiyi üçün video repostlayıram. Videonu xoşladığım üçün repostlamıram. Amma mən edirəm onu, xoşladığım üçün okey. repostlayıram. Mən də. Relatable eləyirəm. Xoşladığım üçün. Ədə ikisi də həm xoşuma gəlir, həm relate olduğu üçün idi. Relate elədiklərim çoxdur. Amma xoşladıqlarım. Ədə xoşladıqlarım daha çoxdur, hə. Və amin atmaq üçün repostlayın. Social media, Killer romance. Hamımız repostladım məsələn. Twitter. Admindən başqa. Niyə nə mənim içində post olma? Bunda da gəlin açıqlar. Ayxan da kasıntının olduğu. Biraz kasıntılıq var da. Bütün repostları silmişdi, təzən qaytardı. Mən izah edirəm ki ona. Səndən qaytarma. Yəni sıfırladı repostları, sonra təzən qayıtdı da. Mən izah edirəm ki, Ayxana ki, kasma da. Twitterdə kasmalar üçün Twitterdə kasmamalısan. Nə varsa de, cəmaatın üzünə de. Özünü göstər. Kasmaq lazım deyil. İstədiyi bir repost deyə bilmək. İstədiyi bir repost demək sən kasmırsan. Repost azal. Repost fakt belədir də. Mən bir də qıza TikTokda follow atıram. O da geri dönüş eləyib eləməməyi düşünəndə geri repostlarıma baxır ən azından. Postlarına baxır. Postlarına baxır ki, ha bu uşaq məsələn, hə kino edit paylaşır, hə falan. Bilir, hə burada da bunu repost edir. Okey, belə nəzərə alır. Futbol paylaşsan, Məhəmmədə mən follow atmıram, Messi paylaşır. Düz. Atma. Atma. Atıram, nə qız olsan. Atma. Vecimə deyil. Repostlayıram zor eləyir. Çox bir mənalı deyil. Yəni yenə də hamı öz işidir. Bunun əvvəldən deyək. Amma ki, 2025-ci ildə olduğumuz üçün Instagram storiesində mahnı paylaşılmalı başa düşmürəm. Sizə də məşhur mahnını götürməsən, Pink Floyd'un Hey You-sunu paylaşsa story, amma bilirik də hamı mahnını da. Yəni bilməyən qalıbsa o problem. Məsələn, mən Spotify-dan zatdan mahnılar paylaşanda fikir verirəm ki, o sadəcə az dinlənmiş olsun ki, insanlar nəzə qata bilmirlər. Gəlib bu mahnını dinləsin, nərdəsin Amirindən eşitmişəm mən bu mahnını. Əgər adam o paylaşır, deyirəm ki, bu adamın mahnısı maraqlı bilmirəm. Gəlin bu alsın. Məhəmməd paylaşır ki, məsələn, tutam ki, hansısa bir Queen-in mahnısını paylaşır. Aram ki ortaya çıxsın. Bir dənə mənə zəhmət olsun. Sən istəyirsən? Say içməyək. Mən pivə içirəm. Mən içirəm. Axırıncı olacaq. Neçə? Pivə hərdə. Neçə? Bir dənə. Biz üçümüzdə də çay deyərik də. Say. Ondan sonra çay. Sizə deyək ki, yəni ikimizə deyə bilərsiniz. Ölçəcək də. Yox da siz qutarandan sonra. Pivədən sonra deyər ya. Belədir baxanda ki, məsələn, siz mahnılar qoyarsan, hörmət edirsiniz. Qaqa mahnısı qoyarsan. Hörmət eləmək yox, yəni ürəyi istəyir, eləyir mənə nə. Mən belə yanaşıram. Hörmət elədim, eləmədim yox. O insandan xoşum gəlib gəlməməyə bilər. Danışmaram. Danışmaram. Yox, mən də elədim. Məsələn, spesifik insanlar var ki, 5 dənə, 10 dənə. Nə paylaşıb maraqlıdır. Baxıram, ona görə. Mənə maraqlı olan insanlara marağımı çəkir. Biri mən. Amma digər insan, məsələn, 150 dənə taşmışım, yox bu mənim taş. 230-unu mən pistolaya belə-belə edirəm. Gəl burada, bax, o insana deyir, məsələn, paylaşır, deyir ki, çox sağ ol. Deyir ki, məsələn, nə deyir? Deyir ki, mənə kino məsləhəti verin. Ala get özün kəşf elə də. Sən özün bilirsən nə istəyirsən. Sən görmüşəm mən də. Mən dedirsən ki, üstə film denə mənə. Mən kimdən kino məsləhəti alaram? Xoşalın insanlar. Yox, mən heç kimdən almaram. Heç kimdən almaram. Danışdığım bir qız flörtü falan deyir ki, git buna bax, yaxşı bu. Amma orada xədə məsələn, görürəm ki, canlı getməşirsən belə 3 film tövsiyəsi. Mən də sən filmlərdən bəlkə o adam sevgili olsun xoşdur. Bəlkə biznes olsun deyəcək sənə. Heç kimdən film tövsiyəsi almaram. Bütün baxdığım indiyə kimi şeylərin də demək olar ki, yarıdan çoxsunu
özüm tapmışam, baxmışam. Yarısında siz demisiniz. Letterboxd. Ay sağ ol, Letterboxd sağ Letterboxd olsun. sərvisinin altında da girin. Allah Hamısı baxın da. Yox, TikToka yaz ki, bu mövzuda filmlərdə oradan o sol çıxacaq, buradan bu çıxacaq. Sən özün Belə baxacaqsan. deyim də, mənim marağımı çəkən nə varsa mən onlara yönəlirəm. Marağım çəkmirsə mən Mən qaçıram. Amir nə dediyim üçün Amir falan filmə baxmıram. Ay sağ ol. Zaten watch list atarım. Yapacağız. Sonra baxaram. Amma yenə də öz bildiyimə baxacağam da. Yəni sən Mən öz bildiyimə eləyəcəksən. Letterboxd'un Prime dövrü 2023 idi sizdə. yox. Bir baxsın. Məncə Hələ gələcək 2023 məncə. kimi dirəşər, 2024 dirəşər. Hələ gələcək məncə. Yo, 2023-24 var. Çox niyə Prime? Niyə 2023 dəfə bu qədər məşhur deyildi Letterboxd. 2023-də çox Məncə baxırdı. öz aramızda olduğuna görə deyirsən onu. Yox, yəni bax mən 2023-də istifadə edirəm Letterboxd-u. Amma 2023-də partladı o. Hamı gəldi o. Mən 24-dən daha istifadə edirəm, siz Mən də dediniz. 24-dən edirəm. Ha, xəbərim yox idi. Məsələn, ayol dedim hə. Letterboxd. Amma mən baxdım bir ildən çoxdur ki məndə deyəsən. Bir il olar yoxsa bir ildən çoxdur. Sən bu il çox zəif, filmə baxa bilmirik. Keçən zor idi. Mən Mən bu baxacağam. il 50-lə baxmışam. 68-dəyəm, amma Baxa keçən il bilərəm. yanvarında 68-dən baxmışdım. 2 dəqiqə baxa bilərəm mən görüm bu il Ben neçə. yanvarda kəsilmişdi yəni. Buradan baxıram. 2 dəqiqə bir dənə. Çox baxmaq istəyirəm, amma hələ ki nəsə olmur. Nə bir film az baxılmalıdır məncə. 365 dənə olmalıdır. Yox, günlə hesablamıram mən. Bir Məncə dənə TikTok-a görə repost edirdim mən. A movie one day keeps depression away. A movie one day keeps depression away. Ay repost almışdım. Məsələn, hə. Yəni bir gün bir filmə baxsan, gündə bir dəfə bir filmə bax, depressiya səndən uzaqda qalsın. Yəni fikirlər, overthink necə deyək, günə baxanda həqiqi gedir də, yox açıqdır. mən günlük hesablamıram. Ən azından aya 15-20 arası baxmalısın. 15-20. Amma baxmıram. Amma yəni günlük hesablamıram. Günə bir dənə məcbur deyil. Mən bilirsən niyə baxa bilmirəm? Əsas səbəbini sizə izah edeyim. Çünki bir klipin montajı qurtarmalıdır, bir də Yasəbirin montajı. Buna işinə görə mən heç cürə filmə tam fokuslana bilmirəm. Yasəbirlə klip qurtarsa, tam fokusu filmə baxaram. Okay, deyirəm ki, zor filmə baxıram. Bir PR edə. Yasəbir izləyicilərə bölüşülməyəcək, amma rəqs səhnəsini paylaşmaq istəyirik. İzləmədə qalın. Amma klip gələn həftə yayımdadır uşaqlar. Uşaqlar dedi ki, 27-si üçün planlarımız nədir? Ona tapılarda necəsə. Amma mən əsas sualım odur ki, ayın 27-si, yəni məzun olandan sonraki həyatınızdakı planlarınız nələrdir? Mən bu maraqlıdır. Mən cavablayım. Mən planlarım var. Ha, güzel. Amma planları bölüşməyi yırtmışam ki, olmur necəsə. Mən demirəm. Sizdə nə maraqlıdır? Yəni var nəsə planınız? Mənim yəni planım çox klassikdir. Yəni ki, magistrə daxil olacağam, iş gələcəm işə. Magistr sentyabrdadır. Sentyabrla şey arasında nə edəcəksən o maraq. İş tapıb işləməyə Ay, fikirləşirəm. hamı da O klassik qədər oldu yəni. yəni. Yəni pul qazanım biraz belə. Pul qazanmaq, hə, mən də Continentalın iş elanını gördüm. Yazıb ki, bəy və xanım işi tələb olunur. Nə Yazdım, işi? Nə işi? satıcı da yəqin. Öyrədirlər. Satıcıda kassa mağaza. Yazdım dedi ki, ancaq xanım. Lan niyə onu bəy yazırsan? Sən bir şey vurğulanır bir də. Bu ancaq xanım işçisi nə deməkdir qardaşım? Bəylər bu iş tapmasın qardaşım. Biraz ölə yazın. Bu arada yəni biz qızlardan daha çox satış edə bilərik. Yəni ixtisasımız var deyil, amma yəni ən azı. Məncə bax, Mənim yəni xüsusən yaxşı ünsiyyət qabiliyyətim var. Yəni hər cür insandan əlaqəyə girə bilərəm, ünsiyyət qura bilərəm. Özümü tərifləmək üçün. Razıyam. Amma sən razısınız da məndən. məsələn, dərsdə gördüyüm qopa basma söhbətinə görə razıyam. Yəni nəsə tema bilməsəm də qaradıram, basıram, Elə yol tapıram. tapırsan. Məsələn, mənim xanımdan nə əksiyim var belə çıxmasın. Yazıb ki, bəy və xanım. Yazmadı onda. Onda get elanı sil. Hə, o sənin Yazma səhvin. bəy Onu məsələn sözü, şikayət yazma. eləsən, nəsə edə bilərsən. Yazmadı bəy. Elan vurmuş Baxıram. bəy. Hanı bəy? Bəyəm də. Ölkəni vaxt tərk eləmək istəyirsiniz, planınız var. Mən çox maraqlanıram. Yəqin ki, bu il deyil. gələn ildə- bu il istəyən. Bu il heç, bu il getdi. Bu il ancaq ölkə daxili özünüzə nə elədiniz biraz. Gələn il yəqin çox da güman eləmirəm ki, ölkəni tərk edə bilərsiniz. Əskərə gedib xaricə getmək istəyirsən, yoxsa əskərə getməmiş xaricə? Əskərə gedib xaricə Mən getmək. əskərə gedib ondan sonra şansımı yoxlamaq istəyirəm xaricə Mən getməyə. də, Məsələn, mən 25-30 yaş arası xaricə getmək istəyirəm. Xaricə getmək mənə yox, yəni xaricdə həyatından başlamaq. Ha, 30-dan sonra məsələn, promo bəlkə xaricə köç. Ancaq xaric deyirəm. Ha, amma bəlkə 30-dan sonra köç Ancaq xaricə sonra yaşaram. plan. Ha, mən ola bilər ha. Belə saxlayanda sən 21 yaşın var. Hadi, 2 il hə. magistr neçə oldu? 23, 1 ildə əsgərlik. 24. 24. Gəldin burada Ha. o saat şeyə getmədin də xaricə. 3 il İki il burada iş- işlədin, hə, burada iki pul il yığdın, işlədim, qəşəng hə. yığdın. Neçə yaşın oldu? 27 deyil. 27-28. Sən yəqin ki bir 31-də, 32-də bəlkə keçə bilərsən. Hə, getdim mən Amerikaya. Ona belə sayan 31-ə qədər falan Evlənmək Avstraliyanın ortamından tərk eləmək daha asandırmı, yoxsa o
vəziyyətə yaranmamış getməyimi. Yo. Çünki burada şəraitimiz yoxdur. İndi getsək, orada sıfır olacaq da. Yəni burada sıfırda, orada sıfırda. Belə baxanda Yoxsa burada bir yerə gəlib çatırsan, da gedəndə biraz çətin olur. sən bir yerə köçürsənsə, burada şərait qurmalısan. O şəraitə görə də mühitə uyğunlaşırsan da, yəni. Məncə, sən necəsən ki, mən burada şərait qurmuşam, ora gedib niyə sıfırdan başlayım? Onda işvə baxıram. İşvə baxıram. Yaxşı, mən belə deyim. Bomba yaşayışım varsa mən burada köçmərəm. Gördüm yox alınmır, hə. Hə onda belə deyək də. Gördüm alınmır. Nə vaxtsa 30-da hə getdim mən tutaqçı xaricə. Belə deyim. Bəs 30 yaşına qədər yəni səyahət edərsən də xarici. Yaşa pul qazanıb gedərəm. Amma yəni belə qalmaq üçün, məsələn, bir həftəlik səyahət ola bilər. Məsələn gedirəm. O 100% olur. Fransaya, İtaliyaya, İspaniyaya. Büdcəvi aşmayacaq ölkələrə üst tutarsan. Gedə bilərsən. İtaliya ucuz məsələn getmək olar. Yəni Avropada o qədər yaxşı ölkə var ki, belə çox şey olmayan, Mən lüks Macaristan olmayan. var, Polşa var, getmək olar. Yəni yəqin Türkiyə Gürcüstandan başlayarsınız. Getmişəm mən oralara. Gürcüstana yox, amma Türkiyədən başlayır. Ailə ilə getməyin şeyi ayrıdır. Tək getmək, hə. Gürcüstana mən inanmıram ki, nə vaxtsa səyahət Mən edeyim. məsələn Türkiyə ilə Gürcüstanda olmuşam. Amma ailə ilə olmuşam. Həm də yaşım çox deyil idi də. Haydi bəlkə indi gəlsən başqa cür olacaq. Niyə getmişdin səyahətə elə belə gəzməyə? Yox, yaşama, yaşa. Yox, yəni bəlkə nəsə bir şey var, amma bəlkə də. Elə belə. O məsələn mən heç vaxt səyahət edəməmişəm xarici ölkəyə, amma yəqin ki, heç vaxt Gürcüstana getmərəm. Heç vaxt getmərəm. Belə bir şey yox. Çünki Gürcüstan yəni səni cəlb edir. Mən cəlb edirəm. Gürcüstanın TikTok qızlarını görürəm, mən cəlb edirəm. Gürcüstana mən 4 dəfə olmuşam. Türkiyəyə gedərəm. Türkiyə çox rahatçıl. Belə Türkiyəyə biraz dirəkdən hamı gedir. yox, yəni çətinlik mənasında yox, amma gedərəm. Maraqlı ölkədir. Bir dənə bu dəqiqə məsələn maşın alsam özüm gedərəm maşınla. Ay, soyada Maşın yolu ilə Allah gedərəm. Sən deyəm deyəm. Ha, yəni nədir ki, özüm maraqlı olar. Bəyələrəm. Sərhəd açıq. 200 günlük gedirsən. Qalaram, eləyərəm. Məsələn bir dənə bir gün oteldə qalaram. Bir gün orada qalaram. Maşında qalarsan. Maşında yataram. Karavanda qal. Allah'ın olsun. Maraqlı var yəni ki, əylənərəm mən. Gürcüstan məni niyə cəlb edə bilər? Kültür və tarixinə görə bəlkə biraz edə bilər. Yəni qızımız mən çox şey eləmirəm. Yayda məsələn Batumiyə bomba olar. Məncə Türkiyəyə, yayıncı Türkiyədir. Batumi yayda bomba olar. Məncə yayıncı Batumi çox Türkiyədir. qəşəng. Batumi dənizində, yəni Batumi dənizi deyim, Qara dənizdə orada silmiş. Bəs Qara dənizə Türkiyə gedirlər də Qara dənizə. Trabzon Rize'də də orada da Qara dənizi idi, orada da. Yuxarı çıx elə Qara dənizdə. Özü Qara dəniz niyə? Amma Türkiyəyə gediləsə o qədər istirahət eləsə dəniz var ki. Marmara dənizi, Ege dənizi, Ağ dənizi. Aralığa gedir. 4 dənə dəniz var Türkiyəyə, məlumat verim. 4, 5 Qara, yox 4 dənə var. Qara dəniz, Ağ dəniz, Marmara dənizi, Ege dənizi. Yadınızda saxlayın bunu izləyicilərə deyirəm. Aralıq. Aralıq dənizi, Ağ dəniz, Aralıq dənizi eyni şeydir onlar. Dəqiq, Türkiyədə Akdeniz deyirlər də onlar Aralıq dənizi, mən də Ağ dəniz deyirəm. Məncə 4 deyil. 4 dənə də. Məncə 4 deyil. 5 ola bilər. Google-a. Ola bilər, səhv tuta bilərəm. İzləyicilərimiz Məhəmməd baxmamışan qabaq zəhmət olmuş kommenti yazın. Video stop Aralıq, Egey, Marmara, Qara. Gördünüz? Deməli 2 dənə boğaz var. Onlar bölüb 4 olub. Hə, ola bilər. Nə bildik. Mən məsələn daha çox muzlu işi, daha sonra həmin o muzlu işi biznesi çevirmək istəyirəm. Belə deyim. Buramı muzdan keçərəm biznesə. Amma biznesdən əvvəl freelance edə bilərsən. Çox şeydə fəhlə zad deyil. Ən pis variant nədir? Muzlu bilsən nə demək? Ən pis variant. Muzun Bu dövlət işidir. Qardaşım, Dövlət işi. polis, həkim, müəllim nətərdir? Həqiqətən muzlu işləyərik. Məsələn mən nə edirəm? Barista işləyirəm. Məsələn mən məqsədim mən nə kayf alıram? Çudan çəkməyinə kayf alıram. Pulumu baristalardan yığıb, gedib o çudanı çəkərəm. Bilirəm ki, məsələn 5 ay işləməliyəm və çudanı çəkməliyəm. Hə, bunun üçün işləyirəm. Amma 5 ay, 10 ay işləyib boş-boşuna pul xərcləməksə işləmərəm. Bilirəm ki, 5 ay sonra Almaniyaya gedəcəm, işləyirəm barista. Hə. Yəni bir hədəfin olmalıdır. Hədəfin olmalıdır da. Hiç konuşur. Duk satırsan. Yox, Skip konuşur. mən qətiyyən o fikrə qarşıyam. Mən də qarşıyam. Belə bir şey Mən yox. sadəcə insanın komfort zonunu tərk etməyi və öz ayaqları üstə durmağı tərəfdarıyam deyə mən ora gedib yoxlamasan ömrümün axırına kimi deyə bilərəm ki, mən niyə getmədim o vaxt filan yerə, ölkəyə. Var idi şansım, IELTS-nə nə bilim nəsə getmədimsə, ondan mən peşmançılıq yaşamaq üçün indi gedərəm 2 il Almaniyaya məsələn yaşayaram, alınmasa qayıdaram yenə də. Amma əgər getməsəm ömrümün axırına kimi niyə getmədim? Bəlkə daha yaxşı olacaqdı. Bunu demək üçün mən əminəm ki, ora getsəm burdakı vəziyyətdən daha çətin olacaq. Çünki mən burada heç bir problem, çətinliyim yoxdur mənim. Yəni ailəm var, evim var, yeməyim var. Ora gedəndə hamısı sıfırdan başlayacaq. Tək ayağını üstə duracaqsan. Bunu riski alıb gedirəm mən xaricə. Başa düşdün? Bunu alıram. Bunu almasam riskinə, mən sonra peşman olacağam ki, mən niyə eləmədim bunu. Sən ümumiyyətlə xaricə köçürsənsə, sənin bir mən bir sənə tema nədir? Mən deyirəm ki, Almaniyaya getdim, Oscar alacağam kinoda. Heç mən xaricə gedib kino çəkməyi planlamıram. Prosta
yoxlamaq istəyirəm ki, mən öz ayaqlarım üstə nə qədər dura biləcəm. Bunu nə qədər bacaracağam. Çünki həyatın 1000 olsa eləməlisən də, 30-dan sonra da olsa eləməlisən. Yəni bunu indi eləmək daha yaxşıdır ki, 30 rahat olsun da sənin üçün. Ümumiyyətlə xaricə Çünki gedirsən mən sən kuryer işlədim bir gün. olmalıdır. Həyatımda başa düşdüm ki, nə qədər çətin bir şeydir. Yəni bütün insan olmalı. Amma o tək qalmaq necə hissdir bilmirik. Mən onu yoxlamalıyam. Tənhalığı bir yaşamaq Mən onu lazımdır. yoxlamasan olmaz. Hə. Sən yəni bundan lap Almaniyaya getmədən eləmək var da. Məsələn, işləyərsən tək. Çıxarsan burada kirayə Gəlin ver, yəni kirayə ver. gelim qalmamdır. Hə, ay sağ ol. Məsələn, burada olanda deyirsən ki, qoysan evin vardı, gedişdə evə get yeməyi bir yerdə rahat. O söhbət olur. Amma Mütləqdə pulun olmalı. Pulun olmalı üçün nə etməlisən? İşləməlisən. mən məsələn indi ki, Deməz nə eləməlisən? Sən bir qabiliyyətin olmalıdır ya da ki bir şeylə yönəlməlisən. Nə eləməlisən? Ay oy. Oxumaq üçün nə eləməlisən? Orasını gözünüz bildiniz, deyəm.